Salam əziz tələbələr. Biz bugünkü dərsimizdə sizlərlə CSS mövzumuzda ikonlar haqqında danışacağıq. Ikonlar saytlarda kifayət qədər çox istifadə olunur. İlk öncə biz bundan əvvəlki fontlar haqqında olan dərsimizdə danışmışıq ki, font famililəri müxtəlif saytlardan götürə bilərsiniz. Ikonlar da həmçinin bu formadır. Müxtəlif saytlardan istifadə edə bilərsiniz. Amma istifadə etmək üçün ən məsləhətli olan saytlardan biri Font Awesome-dur. İlk öncə Font Awesome saytının özündən ikonları götürürsünüz. Bir də bunun linkini götürmək üçün isə Font Awesome CDN-dən istifadə olunur. Gəlin indi isə ilk öncə linkimizi yerləşdirək. Bundan sonra isə ikonlarımızı götürüb onlar üzərindən bəzi dizaynlar işləyək. İlk öncə Font Awesome CDN yazırsınız. Buradan birinci çıxan Font Awesome Library kitabxana. Bura daxil olursunuz. Birinci gələn bu hissə, rəngi digərlərindən fərqli olan hissənin qarşısında Copy Link tag var. Linkin açılış və bağlanış işarəsi var. Bunun üzərinə klikləyərək linki götürürsünüz. Kopyalandı artıq. Gəlirəm bura. CSS linkimdən yuxarıda bunu yapışdırıram. Link özü biraz uzundur. Yalnız bunun içində bəzi atributlar var ki, bunların yazması az olar, problem deyil. Məsəl üçün bu axırıncı 3 dənə atributunu silirəm. Bunlar olması da problem deyil. Olması da olar yəni. İndi isə linki götürdükdən sonra buradan çıxıram. Font Awesome-un özünə daxil oluruq bu dəfə. CDN yazmırıq yanında. CDN yalnız linkini götürmək üçündür. Və buradan Font Awesome saytına daxil oluram. İlk öncə onun ki, sayt özü biraz gec işləyir. Yəni daxil olduqda və ikonları axtardıqda özünüzdə bunu görərsiniz. Sayt açıldıqdan sonra sol tərəfdə axtarış hissəsi var. Buradan istədiyiniz ikona uyğun bir adı yazıb onun haqqında axtarış edə bilərsiniz. Və ağlınızda heç bir ikonun adı yoxdursa, buradan ikonlar, ümumi ikonlar haqqında bölmə var. Burada bütün ikonlar var. Bura daxil olaraq istədiyiniz bir ikon seçə bilərsiniz. Açılan kimi görürsə, bəzi ikonların rəngi qara, bəzilərinin rəngi isə biraz solğundur. Solğun rəngli olan ikonlar pul ikonlardır. Sağında yuxarıda Pro yazılıb görürsünüzsə. Bunlardan o qədər rahat istifadə edə bilməyəsiniz. Digər qara ikonlar isə pulsuzlardır. Bunlardan rahatlıqla istifadə edə bilərsiniz. Gəlin, indi isə buradan bir ikon tapaq. Onu götürüb kopyalayıb onun üzərində bəzi işlər görək. İkon budur. Tamam. Seçdikdən sonra üzərinə klikləyirsiniz. Mesela burada ikon kopyalamaq üçün lazım olan kodlarımız gəlməlidir. Gözləyə bilən saytımız yüklənsin, açılsın. Tamam. Saytımız açıldı. Yuxarıda ikon kopyalamaq üçün burada görürsünüz i tagin içərisində yazılıbdır. Bunu kopyalayıram. Tamam, kopyalandı. Linkin üzərinə kliklədim və kopyalandı. Gəlirəm bura. Yapışdıraq. Bəli. Buna bir dənə browser üzərindən nəzər salaq. Sonra isə bunun haqqında danışırıq. Bəli, gördüyünüz ki, ikonumuz gəldi. Ekranımıza düşdü. Burada gördüyünüz kimi i tagindən istifadə olunub. I tagini biz HTML dərslərimizdə danışmışdıq. I tagin içərisində bir dənə class atributu verilib və bunun içərisində bir class adı yazılıb. Bu CSS-də yaranır. Yəni buna hazır kodlar verirlər və bunun vasitəsilə də həmin o ikonu yaradırlar. I tagindən istifadə olma səbəbi ikon və i-nin baş hərflərinin üstə düşməsidir. Yəni bunun üçün i tagindən istifadə olunur çox vaxt. Tamam, indi isə bu özü bir font olduğu üçün, yəni i tagin içində yazıldığı üçün siz buna rəngini dəyişmək üçün background color yox, color verməlisiniz. Gələk onu da eləyək. I tagimi çağıraq ikonumuzu. Color verəm. Məsəl üçün white versəm görsənməz, red verək. Bəli, rəngi oldu qırmızı. Bir də bunun üzərindən bəzi görə biləcəyimiz başqa dizaynlar haqqında da danışaq. Background color da verə bilərik. Verək, olsun elə bilək. Tamam, background color da oldu. Qara rəng. Başqa nə işlər görə bilərsiniz? Padding verək. Məsəl üçün bir 20 piksel padding verək. Bu formada. Bəzən saytlarda görürsünüz, yumru divlərin içində ikonlar var. Əslində onun üçün bir əlavə div yaratmanıza ehtiyac yoxdur. Özünə padding verib, belə background verib, yəni belə bir görünüş ala bilərsiniz ikonların özünə. Hətta gəlin border radius verək. 100% verək. Bu formada yaransın. Bir də başqa nə eləyə bilərik? Gələk hover verək. Hoverinlərə ki, rəngini eləyək. Hoverinlərə də eləyək. Normalda isə white eləyək. Baxaq. Ikonumuz belədir. Üzərinə gəlirəm. Rəngi qırmızıya doğru dəyişir. Yəni ikonlar üzərində də bu formada dizayn işləri görə bilərsiniz. İndi isə başqa nə haqqında danışaq. Bir də gördüyünüz kimi bunu italik i tagindən istifadə edərək yazıblar. Bunun başqa məsəl üçün burada bir h1 yaradıram. Hətta gəlin bunu da bir dənə slashə ataq. Gördüyünüz kimi yəni hazırda ikonum görsənmir.
Gəlin bunun klassını kopyalayıram. Atributu öz qarışıq, içində yazmış klass adında. Və buraya yapışdırıram. Sadəcə bayaq fərq nə oldu? Klass adımız eynidir. Bayaq i təqində idi. Mən bunu keçdim H1-ə yazdım. H1-in içində həmin klassı kopyalayıb yapışdırdım. Və gördüyünüz kimi ikonumuz yenə görsənir. Yəni bunu başqa hansı font təqlərinə versəz bu klassını istifadə edərək həmin o ikon görünüşünü ala bilərsiniz. Sadəcə yenə deyirəm, ən çox deyəndə həmişə i təqindən istifadə olunur. Səbəbi də ki, i ilə ikonun başlanğıc hərfinin üst-üstə düşməyidir. Ona görə də ən çox i təqləri vasitəsilə yaradılır ikonlar. İkonlar haqqında da bu qədər uşaqlar.